Rusiyada və yaxud da Amerikada. Ana oğul anaya deyir, ana, я живу жена, просто ребенок есть, uşağı var. Он его mуж или нету, yəni ayrılıb. O ana da oğula deyir, no problema, tək ki sən xoşbəxt ol. Maltiki gedir alır. Azərbaycanda oğul anaya yaxınlaşır bəzi ailələrdə. Ana, mən bir qadın sevirəm. Hə, axır ki evlənirsən, nə yaxşı. Amma bir problem var ana. Baş rollarda Zita. Nədə oğul? Əlin qoyur rəyinə. Nə oldu tezdə? Yazırdım mən təzyiqlərim arası deyəndə. Nə oldu artist deyəndə? Oradan təzyiqlərim almış. Deməyib ha, hələ təzyiq dərmanı gəzir. Oğlan yazıq olayları gətirir gözünün qabağına. Bir dəqiqə stəkan uçacaq, ana ürəyə gedəcək yerdə. Bu kino teatrları xatırlayır. Deyim. Uzun bir müddətdən sonra fikirləşim, qərar verəndən sonra deyir ki, mən boşanmışam deyən uşağı. Nə deyirsən ay bala? Mən boşanmış deyən uşağı. Oğul, nə deyirsən? Mən boşanmış qızları uşağı. Boşanmışam. Ay bala, nə deyirsən? Boşanıb uşağı var. Axır ki dedi, ana, benzini tökməz mi?